Eldar İsmailov haqqında danışmaq istəyirəm dəyərli dostlar. O Eldar İsmailov adlı dələduz İsveçə də illər öncə gəlmişdi və Dədə Qorqud medalı, Dədə Qorqud ordeni, Dədə Qorqud medalı, bilmirəm indi ordeni ya medaldır. O zaman mən diasporada fəal idim. Gəldi mənim yanıma ki, bəs sənə də Arif Paşayev deməli deyib ki, Teymur Eminbəyliyə də bir Dədə Qorqud medalı verilsin. Arif Paşayev tanıyıcısı da Mehriban Əliyevanın atası Arif Paşayev. Mən də dedim ki, qardaşım, gedin başqa yerdə tullanın. Siz mənim bostanımda tullana bilməzsiniz, mənim meydanda tullana bilməzsiniz. Gedin başqa yerdə tullanın. Və burada İsveçdə bir neçə nəfərə o orden və medallardan verdilər. O adam neçə illər burada oldu. Neçə illər gəldi, getdi, nə fırıldaqlara məşğul oldu. Son zamanlar gəlmirdi. Amma bunun deməli məşğul olduğu o fonddur, yoxsa nədirsə bilmirəm, o elə belə bugün yaranmayıb. Ən azından onun 20 yaşı var. Ən azından o fondun və yaxud da ki, o təşkilatın 20 yaşı var. Və bu 20 ildə çox adamların başına oynaçıblar. Və verib o medalın biri tutar ki, 100 manata başa gəlir, 200 manata başa gəlir, veriblər 2000 manata, 3000 manata ki, özdə nəyə göstəriblər insanlara? Türkmenistanın bu oğlanın atasının adı nədir? Sapar Muratdır, yoxsa nədir? Ona deməli verilən medalı, yoxsa nə idi bu şeyin atasının adı, indikinin atasının adı? Ona medal vermişlər təntənə surətdə. Ona hər kəsə göstərir ki, bax budur. Bəli, bu bunların fırıldaqlarıdır. Həmən o dələduzların fırıldaqları. Mən dedim axı, Azərbaycan hökumətinin başında bir nəfər də olsun. Ümumiyyətlə, Azərbaycanda vəzifədə olanlardan bir nəfər düz əməlli adam yoxdur. Hamısı dələduz, bəli, Sərdarın atası, dəyərli Sadiq bəy və Berdi Muhammedov. Ona verdikləri o videonu göstərirlər ki, buyurun, bax bu adama vermişik, bəs deməzsənmi? Demək, medalın dəyəri var. O da İlham Əliyevin fırıldaqlarından, onun fırıldaqçılarından hərəyə bir imkan yaradıblar ki, özdə o adam kim özünü təqdim edir, bu Eldar İsmailov, nə idi o məştəqalı bir iş adamı var idi, Rusiyada yaşayırdı uzun müddət, İskəndərov. İskəndərovun güya xalası oğludur.